İran-İsrail müharibəsi fonunda gördüyümüz ən nəzərə çarpan məsələlərdən biri də budur ki, İran Fars və yaxud Hörmüz və yaxud Kəngər körfəzi adlanan bu dəniz yolunu bir təhdid ünsürünə çevirib dünyaya barmaq uzatmaq üçün məhz bu ərazidən istifadə edir. Hansı ki, bu körfəzin sahilində İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qatar, Birləşmiş Ərəb Əmirlikləri və Oman kimi ölkələr mövcuddur. Bəs nədir bu körfəzin əhəmiyyəti? Eləcə də İran Hörmüz boğazını bağlasa nə ola bilər? Böyük müharibəyə aparan strateji manevrlər hansılardır? Siz Xəritələr və Xalqlar kanalındasınız. İnanırıq ki, bu yeni videomuz sizlərin xoşuna gələcək. Hazırsınızsa, başlayaq. İsrail və İran arasında baş verən hadisələr fonunda biz bunun şahidi olduq ki, İran parlamenti dünya enerji sistemini sarsılacaq qərarı ilk addımını atıb Hörmüz boğazının bağlanması ilə bağlı qanun layihəsini təsdiqləyib. Qərarın yekunlaşdırılması üçün ali lider Əli Xameneyinin razılığı gözlənilirdi. Bu addım baş verərdisə, dünya enerji tədarükündə böyük fırtına baş qaldıra bilərdi. Çünki Hörmüz boğazı sadəcə bir dəniz keçidi deyil, o dünya enerji təhlükəsizliyinin şah damarıdır. Günümüzdə dünya üzərində satılan neftin təxminən 20% bu dar boğazdan keçir. Əslində bu dar boğaz İran və Omanın anklavı arasında yerləşir və buradan keçən gəmilər Hind okeanına açılır. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər və İraq kimi körfəz ölkələrinin neft və qazı məhz buradan, həmçinin başqa ölkələrin də qlobal bazarlara çıxarılmasında müstəsna əhəmiyyəti var. Eləcə də başqa ölkələrdən bura mal tədarük olunur. Boğaz bağlanarsa bir neçə gün içində dünya birjalarında enerji qiymətlərinin rekord həddə qalxacağı ehtimal olunur. Artıq Brent markalı neftin qiyməti 10% artaraq $77 çatıb. Bu tarixi boğaz isə öz əhəmiyyətini və onun üzərindəki gərginlikləri bir neçə dəfə sübut edib. 1980-ci illərdə İran-İraq müharibəsi zamanı tərəflər arasında baş verən tanker müharibəsi körfəzdə neft ticarətlərinə ağır təsir göstərib. İraq İran tankerlərini, İran isə Səudiyyə və Küveytə məxsus neft gəmilərini hədəf alırdı. ABŞ isə Küveytin çağırışı ilə Earnesville əməliyyatı çərçivəsində bölgəyə dəniz donanmasını göndərmişdi. Həmin dövrdə Amerika Birləşmiş Ştatlarının donanmasını səhvən vurduğu İran Air 655 sərnişin təyyarəsində 290 nəfər həlak olmuşdu. 2007-ci ildə də boğaz ətrafında İran və Amerika Birləşmiş Ştatları arasında atışmalar baş vermişdi, lakin qısa müddətdə sakitləşmişdi. 2023-cü ilin aprelində də İran ordusu Amerikanın Chevron şirkətinə məxsus Adventure Swift tankerini ələ keçirmişdi. Bu hadisə də uzun müddət körfəzdə gərginliyə səbəb olmuşdu. Lakin qərb analitiklərinin hesabatlarına görə İranın bu dəfə Hörmüz boğazını bağlaması cəhdləri real nəticə verməyə bilər. Çünki Amerika Birləşmiş Ştatları donanması və qərb gücləri bu addımı regiona qarşı təhdid kimi qəbul edəcək və dərhal cavab tədbiri görəcəklər. Eyni zamanda İranın boğazı tam şəkildə bağlaması üçün təxminən 55 kilometrlik dəniz sahəsinə mina döşəməsi və çoxsaylı hərbi texnika yerləşdirilməsi tələb olunur. Bu isə sadəcə hərbi yox, həm də diplomatik intihar ola bilər. Lakin istisna deyil ki, Tehran sadəcə bu məsələni gündəmdə saxlamaqla Qərbə və İsrailə psixoloji təzyiq göstərməyə, həm də neft qiymətlərinin manipulyasiyasını etməyə çalışırdı. Belə bir addımda paralel şəkildə nüvə proqramı ətrafındakı gərginlik fonunda İranın müdafiə strategiyası kimi təqdim olunurdu bu məsələ. Bütün hallarda mən belə düşünürəm ki, İran bu addıma həm də ona görə gedə bilməz ki, onun Çin kimi və digər müttəfiqləri də bu körfəzdən istifadə edir və ümumiyyətlə dünya ticarətinə böyük təsir göstərdiyindən bütün gözlər İrana çevriləcək. Və mənə belə gəlir ki, İran hökuməti də bu riski gözə alır və ona görə də belə bir addım atmaz. Əgər İran belə bir addım atarsa, bölgədə yeni və daha təhlükəli müharibə fazası yarana bilər. Eləcə də bir şahid olduq ki, körfəz ətrafındakı ölkələrdə baş verən hadisələr, hansı ki, Amerika Birləşmiş Ştatlarının bazaları, hərbi donanmaları oradadır və İran ora atəşlər yağdırdı. Eləcə də bu yerlərdən və ən əsası İsraildən də İrana cavab atəşləri gəldi. Bizə isə sadəcə Allahdan dua eləmək və ümid eləmək qalır ki, dünyamızda müharibələr bitər, sülh, əmin-amanlıq bərqərar olar. Məni izlədiyiniz üçün təşəkkürlər.